Ona görə də orada kişiyə qadın veriləcək, qadına kişi veriləcək, birinə huri, digərinə nuri veriləcək anlayışı doğru deyil. Dəyərli xalqımız, yenidən hər birinizi xoş gördük. Əssəlamu aleykum, sizi salamlayıram. Deməli, biz Elşad Mirinin Quran-ı Kərimlə olan istehzalarını, onu hörmətdən salmasını sizə çatdırmaqda davam edirik və diqqət eləsəz, dəyərli xalqımız, cəmaatımız, hər bir şeyi Allahın kəlamından gətiririk. Peyğəmbər Muhammed sallallahu aleyhi ve sellemin sünnəsindən də gətirə bilərik. Lakin bu azğın insan onları inkar etdiyi üçün, necə deyərlər, yalancını evinə qədər qovarlar deyib, elə Quran-ı Kərimdən bütün dəlillərimizi gətirəcəyik Allahın izni ilə. O deyir ki, cənnətdə belə bir anlayış yoxdur ki, birinə huri, birinə nuri veriləcək və bunu deyəndə gülür, istehza eləyir Allahın kəlamları ilə. Və qarşısında oturan jurnalist qadın da, mən bilirəm ki, o, ola bilsin dindən məlumatı yoxdur, işə, gücə, dünyaya başı çox qarışıb, belə şeyləri bilmir, ona görə də ona, necə deyərlər, cavab verə bilmir. Eyb etməz, Allah Teala onları doğru yola yönətsin. Biz bilirik ki, onlar bilmir, Elşad Miri onları azdırır. Yalan, danışa-danışa aldatmağa çalışır. Baxın, dəyərli xalqımız, Allah Teala Quran-ı Kərimdə huri qadınlardan danışıb, bəli. Buyurur ki, Allah Teala Tur surəsində muttakiina ala sururin masfufa. Onlar, yəni möminlər səf-səf düzülmüş taxtlar üzərində dirsəklənəcəklər. Və zəvvəcnəhum bihurin ayn. Biz onları iri qara gözlü hurilərlə evləndirəcəyik. Bu birinci ayə. Allah Teala zəvvəcə feilin verir. Baxarsınız, lüğətlərdə və ya qrammatika kitablarında zəvvəcə nə deməkdir? Evləndirməkdir mənası. Baxın, süni intellekt dövrüdür. Hər yerdə yazıb mənasını tapa bilərsiniz. Görün, nə deməkdir? Sonra başqa bir ayədə Allah Teala buyurur ki, "Kəzəlikə və zəvvəcnəhum bihurin ayn." Bu ayə də, deməli, Duxan surəsi 54-cü ayə. Eləcə də biz onları iri qara gözlü hurilərlə evləndirəcəyik. Başqa bir ayədə Rəhmən surəsində Allah Teala buyurur ki, "Fəbiəyyi ələi rabbikuma tukəzzibən." Elə isə Rəbbimizin hansı nemətlərini yalan sayırsınız? "Fihinnə xayratun hisan." Sonra Allah Teala buyurur ki, orada xoş xasiyyətli, gözəl qadınlar vardır. Bax, fihinnə xayratun hisanun. Ey cahil, ərəb dilindən heç bir məlumatı olmayan cahil insan, öz xalqını, öz millətini, onların dinlərindən məlumatı az olduğunu bilib, istifadə edərək onlara xəyanət edən, aldadan yalancı Elşad Miri. Bax, Allah Teala nə deyir? Fihinnə, o xeymələrdə nələr var? Xayratun, hisən, xoş, xasiyyətli qadınlar var. İnkar edirsən möminlərə Allah Teala cənnətdə qadınların verməsini. Sonra Allah Teala buyurur ki, baxın, "Fəbiəyyi ələi rabbikuma tukəzzibən." Elə isə Rəbbimizin hansı nemətlərini yalan sayırsınız? Sonra buyurur ki, "Hurum məqsuratun fil xiyam." Allah Teala buyurur ki, çadırlar içində qorunub saxlanılmış hurilər vardır. Görsən? Məqsuratun deyir Allah Teala. Hurum məqsuratun fil xiyam. Yenə Allah Teala eyni kəlməni istifadə edir, hur kəlməsini. Baxın, ərəb dilində bir ayəni tərcümə edirsə, kontekstdən çıxaranmarıq. Orada gəlir innən lil muttaqina mafazə hədəygə və anəbə və kavayb ətrabə və kəsən dihaqə. Gəlir ki, müttəqilər üçün, o yəni təqvalı insanlar üçün deyir. Qurtuluş yeri var, hədəyik, bağlar var, ənayib, üzümlüklər var və kavayb ətraf qoyuram indi onu qıraq. Sonra deyir bir kasa ilə dolu məsələn içəcəklər var və kəsən dihaqədir. Bəs burada qadını necə çıxartdın? Kavaybən ətrabən orada əldə edilən həmin o torpaqlardan, üzümlərdən əldə edilən məhsulların bir-birinə oxşar olmasından bəhs olunur. Niyə? Çünki ətrab sözü başqa ayələrdə də keçir. Torpaqdan əldə edilir, turab sözü, oradan gələn bir sözdür. Baxın, bu tərcümələri biz necə eləyək? Deməli, dəyərli xalqımız, həmçinin mən buradan Elçin Əlibəyliyə, Baku TV-nin aparıcılarından olan hörmətli Elçin müəllimə səslənirəm ki, Elşad Miri sizi aldatmağa cəhd elədi. Mən bilirəm ki, siz Allahın izni ilə, yəni belə asan şəkildə aldadılan adam deyilsiniz, dünyanı görmüsünüz, əlhamdülillah işləyirsiniz, bilirsiniz, məlumatlısınız, müasir dövrdən də məlumatlısınız, özünüz yazıb, baxıb, araşdıra bilərsiniz ki, yəni baxım görüm o insan məni aldadıb yoxsa yox, lakin işinizin, gücünüzün çox olduğunu mən nəzərə alıram ki, bəlkə siz bu məsələyə baxmamışsınız. Amma mən sizə xatırladım ki, o adam sizi aldatmağa cəhd elədi. Niyə görə? Baxarsınız verilişimizdə deyir ki, Nəbə surəsi 78-ci surədə Allah Teala
möminlərdən danışanda, yəni innə lil muttaqinə məfəzə, müttəqilər üçün nicat yeri var, qurtuluş yeri var deyəndə, ondan sonraki ayələri gətirir ki, səhv tərcümə olunub. Siz ona deyirsiniz ki, bir dəqiqə dayanın, zəhmət olmasa, siz deməksiniz ki, səhv tərcümə olunub. O deyir ki, bəli. Sonra deyir ki, baxın, biz tərcümə ediriksə, ayəni kontekstindən çıxarda bilmərik. Mən sizə Elçin Əlibəyli müəllim göstərirəm. Vaqiə surəsində baxa bilərsiniz. Deməli, hətta hardan baxa bilərsiniz? 17-18-ci ayələrdən sonra 40-cı ayələrə qədər oxuyun və sizə göstərmək istədiyim, hansı ki onun dediyi kimi kontekstindən çıxartmaq olmaz tərcümədə, elə kontekstdən çıxartmadan ayələri sizə göstərəcəm. Allah Teala buyurur ki, İnnə ənşə'nəhunnə inşə'ən. Biz o qadınları yeni bir biçimdə yaratdıq. Sonra deyir ki, Allah Teala fəcə'əlnəhunnə əbkəran. Onları bakirələr etdik. Əbkar kəlməsi, hörmətli Elçin müəllim, bikrun kəlməsinin cəmidir. Bikrun bakirə deməkdir. Əbkarun bakirələr deməkdir. Və bundan sonra isə Elşad Mirinin Nəbə surəsi 78-ci surədə olan ətrab kəlməsi, hansı ki orada deyir ki, mənası torpaqdan bitən bitkilər deməkdir və sonra deyir ki, Quranda başqa yerdə də eyni mənada gəlib. Mən sizə göstərirəm ki, Quranda başqa yerdə 38-ci ayədə eyni mənada gəlməyib. Niyə görə? Onun dediyi kimi kontekstdən çıxartmadan sizə göstərirəm. Allah Teala deyir ki, fəcəalnəhunnə əbkara. Biz o qadınları bakirə qadınlar etdik. Sonra deyir ki, urubən ətrabə, həmyaşıd qadınlar etdik. Baxın, deməli, ətrabə kəlməsi hansı ayədən sonra gəlib? Onları bakirələr etdik ayəsindən sonra gəlib. Allah bakirələr etdik deyəndən sonra niyə görə həmyaşıd, ərlərinə baxan həmyaşıd qızlar kimi bir ayəni gətirsin? Kontekstdən çıxartmadan mən sizə deyirəm. Çünki Elşad Miri deyirdi ki, tərcümə ediriksə, İnnə lil muttaqinə məfəzə, hədaiqə və ə'nəbə və kəvaibə ətrabə. Yəni, ard-arda gətirib tərcümə eləməliyik. Biz də indi İnnə ənşə'nəhunnə, biz onları gözəl biçimdə yaratdıq. Bu birinci ayə, dəyərli Elçin müəllim. İkinci ayə, fəcəalnəhunnə əbkara. Biz onları bakirə qadınlar etdik. Növbəti ayə, urubən ətrabə, həmyaşıdlar. Baxın, ətrab kəlməsi, mən bilirəm ki, siz Allahın izni ilə, hörmətli Elçin müəllim, baxacaqsınız bu məsələyə və Elşad Miriyə öz iradınızı bildirəcəksiniz ki, sən mənə dedin, axı Quran-ı Kərimdə başqa yerdə də eyni mənada gəlir. Özünüz görürsünüz ki, eyni mənada gəlmir. Hətta kontekstindən çıxartmadan mən sizə bunu göstərdim. Yəni, dəyərli xalqımız, həmçinin dəyərli Elçin müəllim və digər aparıcılar, biz sizə səslənir, müraciət edirik ki, siz bu insanı çağırırsınız, bu gəlir orada, danışır, deyir ki, belə şey ola bilərmi? Bu düzgündürmü? Belə bir şey ola bilməz, belə bir din ola bilməz deyə, necə deyərlər, öz sözünü, yəni danışır insanlara. Bu düzgün deyil. Belə təbliğat olmaz və yaxud da insanlara bir tərəfli çatdırmaq olmaz. Ayələri 1400 ildir necə başa düşülüb Allahın ayələri, indi də elə başa düşülür. Bir insan, bu insan Quran-ı Kərimdə mən sizə necə deyərlər, tam arxayınlıqla deyirəm ki, yüzlər ilə xətalar buraxır. Hələ mən tərcüməsində demirəm, ərəb dilində. Qaldı ki, tərcüməsində. Allahdan istəyirəm ki, Allah Teala bu insanın yalanlarından bizim xalqımızı xilas etsin. Bütün xeyirlər Allahdandır.